Bilirsiniz, parlamentdə çıxışımda da mən bunu 2 gün bundan öncə söylədim. Çox vacib məsələdir. Şuşada keçən illər 2024-cü iyul ayının 6-sında Türk Dövlət Təşkilatının dövlət başçılarının qeyri-formal, qeyri-rəsmi zirvə görüşü olmuşdu. Və o zaman çoxları düşünürdü ki, bunda başqa məna axtarılmır, başqa strateji, başqa əlavə strateji məsələlər axtarılmırdı. Bir nəhəng təşkilatın bir qeyri-formal samit kimi keçirildiyi nəzərdə alınır. Amma sonralar, daha dəqiq desək, indi Macaristan paytaxtı Budapeştdə bu qeyri-formal samit keçiriləndə məlum oldu ki, ölkə prezidenti Cənab İlham Əliyev necə növbəti dəfə strateji düşüncə ortaya qoyub. Axı Macaristan Türk Dövlət Təşkilatının üzvü deyil, müşahidəsi statusundadır. Müşahidəsi statusunda olub, üzv olmadan belə böyük tədbirlər, beynəlxalq bir səviyyəli samit keçirmək, üzv ölkələr bir yeri yığmaq, bu müşkül məsələdir. Amma cənab prezident Şuşada qeyri-formal samit keçirməyinə yol açdı. Yol açdı ki, Budapeşt də bunu etsin, Avropanın mərkəzində bunu edilsin. Yol açdı ki, Şimali Kipr Türk Cumhuriyyətinin desək ki, samit keçirəm Türk Dövlətləri Təşkilatının, heç kim buna imkan verməz ki, üzv deyilsin. Amma cənab prezident Şuşada əsasını qoydu ki, deməli, siz də keçirə bilərsiniz. Yəni, Şuşadan Budapeştə, Lefkoşaya, Aşqabada gedən yolları biz artıq görürük. Bu strateji düşüncədir. Bu çox önəmli məsələdir və bunlar hamısı bizim o milli kimliyimizi ortaya qoyur. Bizi bir-birimizə daha yaxın tanıdır.